Akşamınız xeyir olsun, hörmətli xanımlar və cənablar. Azəri Business Award milli mükafatının 2022-ci ilin yekunları üzrə təqdimat mərasimində sizləri səmimi qəlbdən salamlayırıq. 2022-ci il dünya ölkələri üçün pandemiyanın iqtisadi nəticələrinin aradan qaldırılması, İlk növbədə isə pandemiya dövründə tətbiq edilən məhdudiyyətlər səbəbindən zəifləmiş ölkələr arası ticarət iqtisadi əlaqələrin bərpası yolunda gərgin fəaliyyətlərlə, Azərbaycan üçün isə həm də işğaldan azad olunmuş ərazilərimizdə aparılan geniş bərpa, quruculuq işləri ilə yadda qaldı. 28 il ərzində işğal altında qalan torpaqlarımızın Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz tərəfindən azad olunması, Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazılmaqla yanaşı, həm də işğal nəticəsində vəhşicəsinə dağıdılmış ərazilərimizdə geniş quruculuq işlərinə imkan yaratmış oldu. Fəxrlə qeyd etməliyik ki, mükafatın laureatları sırasında işğaldan azad olunmuş Qarabağımızda quruculuq işlərinin fəal iştirakçıları da az deyildi. Bildiyiniz kimi, Azəri Business Award milli mükafatının təsisçisi, Azərbaycanın aparıcı işgüzar nəşri olan Business Time jurnalıdır. Azəri Business Award biznes sahəsində milli mükafatı yerli biznesin yeni imicini yaradır. Ölkədə İşgüzar etikanın yeni standartlarını təbliğ edir. Azəri Business Award 2022 milli mükafatının təqdimat mərasiminin partnyorlarını qeyd eləmək istərdim. Bu, Avtolux, Azərbaycan və Faberlik şirkətidir. Əziz dostlar, hörmətli qonaqlar və ənənəvi olaraq bu ilki tədbirimizdə yeni avtomobilin təqdimatı ilə başlayırıq. Yüksək alqışlarınızla. Dünyanın bir nömrəli yolsuzluq avtomobili deyəndə ağla gələn yeganə CR-V tamamilə yenilənmiş Jeep Grand Cherokee modelidir. Və budur, gecəmizdə sizə ən son yeni Jeep Grand Cherokee modelini təqdim edirik. İndi avtomobillərin yaradıcıları, onun üstünlükləri və yenilikləri barədə sizlərə məlumat təqdim edəcəklər. Bu möhtəşəm avtomobilə sahib olmaq üçün rəsmi dillər Avtolux Azərbaycan şirkətinə müraciət edə bilərsiniz. Yeni Grand Cherokee-yə yaxınlaşarkən məqsədimiz Grand Cherokee ənənəsinə hörmət etmək idi. Bu, bizim üçün çox önəmli bir modeldir. Əlbəttə ki, bütün seriya haqqında çox düşünürük. Lakin bu model Jeep Grand Cherokee-nin yuxarı sonuncu seriyası olduğu üçün çox vacibdir. Bu, 5-ci nəsil Grand Cherokee-dir. Və biz həmin avtomobili irsinə uyğun tərzdə hazırlamışıq.
Hər dəfə yeniləndikcə onun performansı daha yaxşı, daha səssiz, daha sərfəli, daha dəbdəbəli olur. İrs bizim üçün, şəxsən mənim üçün Grand Cherokee-də böyük rol oynayır. Əlbəttə ki, 7 yan barmaqlığı olan trapezoidal real açılış, düşündüyümüz Jeep elementləri, onun üçün iti burun barmaqlığı, depilyarın əyilməsi, həqiqi lampaların forması olmalıdır. Bunlar bəlkə də müştəri üçün önəmli deyil, lakin irsi və ənənəni davam etdirmək bizim üçün əzizdir. Digər əsas vurğulanan detal isə görünüşdür. Əslində, kəmər xəttinin aşağı salınması, pəncərələrin daha yuxarı açılmasına şərait yaradır və mənə görə görünüş premium və lüks olmanın bir hissəsidir. Avtomobilin eksteryerindəki stendləri xüsusilə avtomobilin daha geniş olmasına səbəb olmadı, ancaq təkərlər gövdənin kənarına bir qədər yaxınlaşdırılıb. Bu bizim üçün daha yaxşı stendləri təklif edir və daxil etdiyimiz bütün xətti işlərin bəziləri oturacaqları biraz daha yanlara tərəf çəkir. Bu həqiqətən xoşuma gəlir. Yeni Grand Cherokee-nin kuzovunu dizayn edərkən daha çox bacarıqlar ideyaları meydana gəldi. Yaxınlaşma, ayrılma bucağı, avtomobilin uclarını çox incə saxlanılması, təkər açılışlarını kifayət qədər açıq saxlamaq və sonra yaxınlaşma bucağı, avtomobil plomblarını onun üzərində yüksəkdə saxlamaq. Yeni Trailhawk Grand Cherokee seriyasının digər modellərində mövcud olmayan bəzi spesifik xüsusiyyətlərə malikdir. Təkərlərlə başlayaq. Təklif olunan bu təkərlər daha aqressivdir və onlar xüsusi təkərlərdir. Çünki suspenziya yerdən daha çox yüksəkliyi təmin etmək üçün yuxarı qalxır. Biz həmçinin ön tərəfə daha aqressiv yaxınlaşma bucağı xüsusiyyətini dizayn etdik. Beləliklə, daha aqressiv obyektə yaxınlaşa bilərsiniz. Avtomobildə bir yarım dəfə GVW, ümumi avtomobil çəkisi ön hissəyə inteqrasiya edilmiş 2 ədəd ön yedəkləmə qarmaqları var. Offroad növünün əhəmiyyətli hissəsidir. Demək olar ki, yedəkləmə qarmaqlarınızdan istifadə etmirsinizsə, yəqin ki, bunu düzgün etmirsiniz. Həmçinin arxada aşağı hissəsində yedək qarmaqlar var. Real açılışlar qaya daşlardan qorunmaq üçün daha çox qara rəngə boyanıb və s. Başlıq hissədə funksional kapot hissəsi var. Təklif olunan parıltıları və başlıqdakı boşluqları azaltmaq üçün mat qara rəngli hissədir. Avtomobil aşağı salındıqdan sonra bütün hissələrin boz və ya qara olunduğu görünür. Bu Grand Cherokee 4XY paketinin təqdim olunan birinci modelidir. 4XY xüsusilə offroad üçün həqiqətən yeni, unikal tərz gətirir. Səssiz yüksək işıq tətbiqi yeni 4XY-nin görünüşünü əks etdirir. Beləliklə, Trailhawk haqqında bütün detallar mavi rəngdə boyanıb. Bütün qarmaqlar başlıq hissənin bir hissəsidir. Bütün nişanlar mavi ilə işlənmişdir. Bu, hətta təkərin detallarında da əks olunub. Bizim məqsədimiz bu modeli Grand Cherokee-nin ən yaxşı nəsli etmək idi. 2 sıra, 3 sıra, Trailhawk. Düşünürəm ki, yekunlaşdırmaq üçün olduqca həyəcanlıyam. İndi elektrikləşdirilmiş 4XY platformasına əlavə olaraq biz tam elektrik enerjisi akkumulatoru ilə sürə və ya qaz mühərrikinə qayıda bilərik. Bu, bizim üçün çox hərtərəfli proqram oldu. Mən bu barədə çox həyəcanlıyam. İnteryer dizaynda bizim əsas məqsədimiz təzə və müasir bir məkan yaratmaq idi. Geniş salon, orada yaradılan rahatlıq və sonra həm atletik, həm də sırf Jeepə məxsus imza yarada bilmək. Avtomobilin salonunda oturduğunuz zaman görüntü çox aydın olur. Bildiyiniz kimi bütün nəzarətlər barmaqlarınızın ucu məsafəsindədir. İnteryerdə yaratdığımız məkan həqiqətən 2 fərqli şəkildə dizayn edilib. Ara panel boyunca qanad adlandırdığımız kimi müəyyən edilən sərt üfüqliyə şahid ola bilərik və o, başdan sona doğru gedir. Bu, həqiqətən də alətlər panelinə gözəllik gətirir və içəridə yerləşən orta hissədə vurğulanaraq qara şüşə ilə əvəzlənir. Bilirsiniz ki, yerləşdirilmiş ekran ilə bəzi idarə etmə elementləri ilə üst-üstə düşür və siz interyerə həyəcan yaradan bu gözəl ikiliyi əldə edirsiniz. Biz yeni sərnişin ekranını təqdim edirik ki, bu da ön panelə çox gözəl inteqrasiya olunub.
Çünki ekranın şüşəsi düz bir səth deyil, sənət əsərini xatırladır. O, həqiqətən də elə inteqrasiya edilib ki, səthdə bir qədər çıxıntı yaranır. Bununla siz mükəmməl üçölçülülük əldə edirsiniz. Bu, diqqəti cəlb edən bir avardır və ekranın alt kənarında həqiqətən gözəl şəkildə bükülmüş, yapışqan parça onun aşağı küncünü vurğulayır. Beləliklə o panelə mükəmməl inteqrasiya olunur. Trailhawk Grand Cherokee seriyasına yolsuzluqda üstünlük irsini saxladığına zəmanətdir. Əsas rənglər qırmızı vurğularla qara rəngdir. Siz bunu avtomobilin eksteryerində də görə bilərsiniz. Bildiyiniz kimi, qırmızı vurğular ekranın arxasına doğru dönməklə qapılara qədər uzanır, hansı ki, daha modern tekstil bəzək elementləri yaradır. Hər ikisi ön hissədədir və qeyd etdiyim kimi, interyer hissədə qırmızı tikişlərlə imza görünüşü əldə edilib. 4XE modeli əldə etdiyinizdən başqa bütün elementlər, kiçik detallar qırmızıdan mavi rəngə keçir. Çünki bu bizim seçilməmizi göstərən imza rəngimizdir. Yekun olaraq ən çox sevdiyim rənglərdən biri olan iki yastıq rəng məkanını təqdim edirik. Bu həqiqətən tamamilə yeni səviyyədir və bildiyiniz kimi rənglərin və materialların birləşməsi avtomobili həqiqətən əsrarəngiz edir. Texnologiyanı avtomobilə ideal şəkildə inteqrasiya etmişik. Bilirik ki, rahatlıq, təhlükəsizlik və keyfiyyət çox mühümdür. Lakin texnologiyanın cipə inteqrasiyası müştərilər üçün yüksək səviyyəli sürücülük təcrübəsi yaradır. Bu bizim yaratdığımız Amerikadır. Bu isə kəşf etməkdə olduğumuz Amerikadır. Biri şəhər cəngəlliyidir. Digəri isə həmişə vəhşi olaraq qalacaq. Əsl azadlıq bu macəralardan biridir. Sizin hər ikisini əldə etmə imkanınız var. 3 sıra oturacaqlı yeni Jeep Grand Cherokee L modelini təqdim edirik. Hörmətli xanımlar və cənablar, əziz qonaqlar, dəyərli dostlar. Təqdimat mərasimimizi davam etmək istəyirik. İndi isə tədbirimizin digər partnyoru olan Faberlik şirkətini sizlərə təqdim edirik. Səhniyə Faberlik şirkətinin satış departamentinin rəhbəri xanım Gülnarə Hüseynovanı dəvət edirik. Axşamınız xeyir, xanımlar və cənablar. Hər birinizi salamlayıram. Fürsətdən istifadə edib təşkilatçılara dərin minnətdarlığımı bildirirəm bu gözəl tədbiri təşkil etdikləri üçün və bizləri təbii ki, partnyor layiq gördükləri üçün. Fürsətdən istifadə edib bir daha da bir şey qeyd etmək istəyirəm ki, 2022-ci il Faberlik üçün 25 illik tarixçəsi deməkdir. Və mən qeyd etmək istəyirəm ki, növbəti ildə Faberlikin Azərbaycanda fəaliyyətinin düz 20 illiyi olacaq. Və gənc olmağımıza baxmayaraq, xüsusi qeyd etmək istəyirəm ki, hal-hazırda bütün dünya üzrə Faberlikdə bizim 3 milyona yaxın müstəqil məsləhətçilərimiz çalışır. Fürsətdən istifadə edib bir daha da onlara təşəkkürümü bildirmək istəyirəm. Və zalda əyləşən hər bir kəsə onlara uğurlar arzulamaq istəyirəm. Təşəkkür edirəm hər birinizə. Çox sağ olun. Mükafatların laureatlarını təqdim etməzdən əvvəl, təqdimat mərasiminin tərəfdaşlıq edən dost şirkətləri sizlərə təqdim etmək istəyirik. Gəncə Şərab 2, Hillside, King Style, Kobe Snow, Alison, Enes Design və Bizon. Alqışlarınızla. .
Business Design 10 ildir ki, interyer və eksteryer üzrə dizayn sahəsində fəaliyyət göstərir. Hər növ yaşayış, villa, mənzil və ictimai obyektlərin, restoran, salon, ofis və s. dizayn layihəsini bizə etibar edə bilərsən. İndividual yanaşma məhz sənin üçün ən gözəlini yaradacaq. Dizayner Nata Sadıxova. İnteryer və eksteryer dizayn layihələri. İşçilik planları. Müəllif nəzarəti Enes Dizaynda. Hörmətli xanımlar və cənablar, əziz laureatlar, beləliklə 2022-ci ilin yekunları üzrə Azəri Business Award mükafatının təqdimat mərasiminə başlayaraq. İlk nominasiya ticari və iqtisadi əlaqələrin inkişafına verdiyi töhvəyə görə Azəri Business Award milli mükafatının bu nominasiya üzrə laureatı Gürcüstanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze elan olunur.
2022-ci ildə Azərbaycanla Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam oldu. O səbəbdən də ötən il dövlətlərarası münasibətlər xüsusi fəallığı ilə, yüksək səviyyəli qarşılıqlı səfərlərlə, müxtəlif tədbirlərlə yadda qaldı. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 24 oktyabr 2022-ci il tarixdə Gürcüstan səfəri dövlətlərimiz arasında ikitərəfli əlaqələrin inkişafına əhəmiyyətli impuls vermiş oldu. Ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələr sayəsində də ciddi uğurlara nail olundu. Ötən il ərzində qarşılıqlı ticarət dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə 16% artaraq 1,3 milyard dollar səviyyəsinə qalxmış oldu. 17 dekabr tarixində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Budapeştdə imzalanmış yaşıl enerji sahəsinin inkişafı və enerjinin çatdırılması sahəsində strateji əməkdaşlığa dair razılaşmanın imzalanmasını da xüsusi qeyd etmək lazımdır. Cənub qaz dəhlizi, Bakı-Tbilisi-Ceyhan neft kəməri, TANAP, Bakı-Subsa, Bakı-Tbilisi-Qars dəmir yolu kimi qlobal mega layihələr dövlətlərimiz arasında strateji əməkdaşlığın vacib istiqamətlərindəndir. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin artırılması üçün yeni layihələr həyata keçirilir ki, bu da 2024-cü ildə dəmir yolunun yük ötürmə imkanının 48 milyon tona çatdırılmasını nəzərdə tutur. Alqışlarınızla mükafatı qəbul etmək üçün cənab səfiri səhnəyə dəvət edirik. Buyurun. Akşamınız xeyir, hürmetli hanımlar ve canaplar. Hepinize hoş geldiniz. Good evening, dear ladies and gentlemen, dear friends, distinguished guests. Axşamınız xeyir olsun, əziz qonaqlar. Çox şadam ki, bugün burada çıxış edirəm və bu mənim üçün böyük şərəfdir. Naqs Pativi, Sakartvelo da Azərbaycanın ურთიერთობები. Gürcüstan-Azərbaycan əlaqələri çox güclü, dost əlaqələrdir. Həm siyasi, həm ticari, iqtisadi, həm mədəni, humanitar sahələrdə bizim çox gözəl münasibətlərimiz və əməkdaşlığımız var və bu da günü-gündən daha da güclənməkdədir. მე მინდა განსაკუთრებით ყურადღება გავამახვილო Xüsusi qeyd etmək istərdim ki, iki tərəfli ticari, iqtisadi əlaqələrimiz gündən-günə daha da inkişaf etməkdədir. 2022-ci ildə ölkələrimiz arasında ticari, iqtisadi əlaqələr daha da uğurla inkişaf etmişdi. Biz burada artım müşahidə etmişdik. Bütün sahələrdə, o cümlədən turizm sahəsi çox güclü inkişaf edir və gələcəkdə də bizim çox gözəl perspektivlərimiz vardır. მე მინდა ხაზგასმით აღვნიშნო Bizim ölkələr arasında xüsusi münasibətlər var. Bu, həm dostluğa, qarşılıqlı ehtirama və qarşılıqlı sevgiyə əsaslanır. ჩვენს განსაკუთრებულ სიყვარულზე. არ შეიძლება არ აღვნიშნოთ 2022 წლის წინა 2022-ci ildə ölkələrimiz arasında ticari dövriyyə 1 milyard dollara çatmışdı. Və bu çox gözəl nəticədir və ümid edirik ki, bu il bu rəqəm daha da yüksələcəkdir. Bunun üçün biznes forumların keçirilməyi, biznesmenlərin görüşməyi əlbəttə ki, bu əlaqələrin inkişafına böyük töhfələr verir. ბატონებო და ქალბატონებო, საქართველოს Xanımlar və cənablar, xüsusi qeyd etmək istərdim ki, bizim ticari, iqtisadi əlaqələrimiz və biznes sektorların arasında əməkdaşlıq uğurla inkişaf edir. Qeyd etmək istəyirəm ki, Gürcüstanın iqtisadiyyəti və Gürcüstan hökuməti Gürcüstanda biznesin inkişafı üçün bütün səylərini əsirgəmir və qeyd etmək istərdim ki, Gürcüstanda bizneslə məşğul olmaq
çox asandır. Hökumət bunu çox asanlaşdırmışdı. Bizim biznes qurmaq üçün Gürcüstanın qapıları hamıya açıqdır və onda qeyd etmək istərdim ki, Gürcüstanda 1000-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir. Biz həmişə hazırıq onlara dəstək olmaya və onları dəvət etməyə. Biz birlikdə birgə müəssisələr aça bilərik və birlikdə daha çox uğurlar əldə edə bilərik. არის ბიზნესისთვის, ღია არის ახალი კომპანიების ჩამოყალიბებისათვის და ახალი წარმატებების მისაღწევად. კიდევ ერთხელ მინდა მადლობა გადაგიხადოთ დღევანდელი დღის Çox təşəkkür edirəm bugünkü günün təşkilatçılarına. Fürsətdən istifadə edərək təşəkkür etmək istəyirəm bütün qonaqlara. Xüsusi təşəkkürümü bildirmək istəyirəm və salamlamaq istəyirəm. Milli Məclisin Gürcüstan-Azərbaycan Dostluq qrupunun rəhbəri cənab Arzun Nağıyevi, bütün dostlarımı, kollegalarımı, burada təmsil olan səfirləri və hamınıza uğurlar arzulayıram. Sağ olun. Yaşasın Azərbaycan, yaşasın Gürcüstan. Çox sağ olun. Hörmətli tamaşaçılar, əziz xanımlar və cənablar, növbəti nominasiyaya keçid almaq istəyirik. Dağ mədən sahəsində ilin iş adamı. Bu nominasiya üzrə Azəri Biznes Award milli mükafatı Qranit Qazma Partlayış şirkətinin rəhbəri xanım Rübabə Mürşidovaya təqdim olunur. Bugün ölkədə təxminən 200 min qadın sahibkarlıqla məşğul olur ki, onların da əsas məşğuliyyət istiqaməti tibb, kosmetika, tekstil və sənayenin digər yüngül sahələridir. Qranit Qazma Partlayış MMC-nin təsisçisi və direktoru Rübabə Mürşidova bu sahibkar qadınlardan biri olsa da, iqtisadi fəaliyyət üçün daha çətin sahə seçib. O, ağır bir sahədə, dağ mədən sahəsində qazma partlayış işlərinin həyata keçirilməsi ilə məşğuldur. Azərbaycan faydalı qazıntı yataqları ilə çox zəngin bir ölkədir. Şirkətin fəaliyyəti faydalı qazıntıların çıxarılması, tikinti materiallarının istehsalı üçün ilkin xam malının əldə edilməsi üçün həmin yataqların yeraltı və yerüstü qazma partlayış üsulu ilə düzgün işlənməsini əhatə edir. Artıq 2 ildən çoxdur ki, Qranit Qazma Partlayış MMC Qarabağ regionunda və digər ətraf regionlarda mülki qazma partlayış xidmətləri göstərir və Azərbaycanda bu sahədə yüksək bacarıqlı qazma partlayış şirkətinin olmasını artıq fəaliyyəti ilə təsdiq etmişdir. Qranit Qazma Partlayış MMC Zəfər yolu, Füzuli Beynəlxalq Hava Limanı, Laçın Beynəlxalq Hava Limanı, Horadiz Ağbənd Dəmir yolu, Zəngilan Beynəlxalq Hava Limanı və digər yol infrastrukturlarının, tunellərin çəkilişində qazma partlayış xidmətləri göstərmiş və hal-hazırda bu sahədə çalışmağa davam edir. Mükafatı qəbul etmək üçün Rübabə xanım Mürşidovanı səhnəyə dəvət edirik. Rübabə xanım buyurun. Dəyərli tədbir iştirakçıları, dəyərli qonaqlar, sizin hamınızı salamlayıram. Mənim fəaliyyətimə, şirkətimin fəaliyyətinə belə yüksək qiymət verdiyinizə görə sizə təşəkkürümü bildirirəm. Təşkilatçılığa görə də xüsusi. Sağ olun. Hörmətli xanımlar və cənablar, əziz tamaşaçılar, dəyərli qonaqlar, növbəti nominasiyamıza keçid alırıq. Plastik estetik cərrahiyyəsi sahəsində əldə etdiyi yüksək nəticələrə görə 2022-ci ilin yekunları üzrə bu nominasiyada mükafatın laureatı plastik və estetik cərrah xanım Günel Bayramlı elan olunur. Doktor Günel Bayramlı plastik estetik cərrah olsa da, əslində gördüyü iş səhnə işidir. 3, 2, 1, başladıq. Mükəmməl burun, dolğun yanaqlar, gənc və parlaq dəri, dolğun sinə, düz qarın, incə bel. Səni ideala aparan yol özünə verdiyin bu sualla başlayır. Mən gözələm?
Təbii ki, sən gözəlsən. Günel Bayramlı ilə daha da gözəlsən. Qadın harda olursa olsun, səhnə onundur. Toi, mon amour, mon ami, quand je rêve, c'est de toi. Mon amour, mon ami, quand je chante, c'est pour toi. Mon amour, mon ami, je ne peux vivre sans toi. Mon amour, mon ami, et je ne sais pas pourquoi. Hər bir qadına sadəcə incə toxunuşlar lazımdır. Bu da bizim işimizdir. Günel Xanım Bayramlı'nı mükafatı qəbul etmək üçün səhnəyə dəvət edirik. Günel Xanım buyurun. Təşəkkür edirəm gözəl təqdimatınız və mükafatınız üçün. Onu da deyim ki, sizdən mükafat almaq çox xoşdur. Axarıncı olsun. Mən plastik estetik cərrah olaraq bütün xanımlarımızın gözəlliyinin keşiyindəyəm, gözəlliyindən sorumluyam. Qadın və gözəllik kəlməsi hər zaman bir-birini tamamlamış. Çünki heç bir qadın çirkin deyil. Bütün qadınlar gözəldir. Sadəcə baxımsız xanım var. Qadınlar bütün dünya gözəlliklərinin ən alisidir. Və mən plastik cərrah olaraq bu gözəlliyin qoruyucusuyam. Bu gözəlliyi mükəmməlləşdirənəm. Bir daha təşəkkür edirəm. Sağ olun. Çox sağ olun. Təşəkkür edirik Günel xanım. Çox sağ olun, minnətdarıq. Və əziz qonaqlar, hörmətli xanımlar və cənablar, dəyərli dostlar, mən sizin qarşınızda böyük məmnuniyyətlə Elada Eyvazovanı dəvət eləmək istəyirəm. Bir neçə gözəl mahnısı ilə sizin qarşınızdadır. Elada xanım, buyurun. Yine geldi yaz ayları, bülbül güle naz eyleyin. Sevirem sözün demeye, dodak dile naz eyleyin. Ay yine geldi yaz ayları, bülbül güle naz eyleyin. Yar sevirem sözün demeye, dodak dile naz eyleyin. Naz eyleyin, naz eyleyin, dodak dile naz eyleyin. Naz eyleyin, naz eyleyin, dilde daha naz eyleyin. Naz eyleyin, naz eyleyin, bile bile naz eyleyin. Ay naz eyleyin, naz eyleyin, bile bile naz eyleyin. Bülbül tek yalan olmuşam, yüreği yalgan olmuşam. Ay görür yarı can olmuşam, yine bana naz eyleyin. Leyli tek yalan olmuşam, yüreği yalgan olmuşam. Görür yarı can olmuşam,
Hörmətli xanımlar və cənablar, növbəti nominasiyamıza keçid alaraq Iceland brendi dondurma istehsalı sahəsinin lideri. Bugün keyfiyyətli məhsulları ilə Azərbaycanın dondurma tələbatının böyük hissəsini ödəmək qabiliyyətində olan Camal Ltd şirkəti yerli dondurma bazarının lideri, onun Iceland brendi isə ən nüfuzlu dondurma markasıdır. Iceland ticarət markasının tarixi 1998-ci ildən, yəni şirkətin təsisçiləri dondurma istehsalı zavodu yaratmaq qərarına gəldikdən sonra başlayır. Kiçik bir istehsal sexindən ibarət olan zavodun yaradılmasının ilkin dövrlərində dondurma istehsalı üçün Türkiyəyə məxsus texnologiya və avadanlıqlardan istifadə edilirdi. Ən yaxşı təcrübələrin müvəffəqiyyətlə tətbiqi, irəliyə doğru dinamik və sürətli inkişaf şirkətin qısa zamanda daxili bazarda hökmran mövqeyə yiyələnməsinə şərait yaratdı. Bazarda lider mövqeyə sahib olmanı şərtləndirən ən əsas amillərdən biri istehsalçılara təqdim edilən məhsulların dadının bəyənilməsi, onların yüksək keyfiyyətdə hazırlanmasıdır. 1998-ci ildən fəaliyyətə başlamış Camal Ltd şirkətinin əsas hədəfi xalqımızı yüksək keyfiyyətli və beynəlxalq standartlara cavab verən dondurma məhsulları ilə təmin etməkdir. Azərbaycan məhsulu olaraq Iceland ticarət nişanı dondurmalarını dünya bazarında daha da geniş miqyasda tanıtmaqdır. Şirkətimizin Iceland ticarət nişanı altında istehsal etdiyi dondurmaları və dondurma vaflisini həm Azərbaycan, həm xarici ölkə istehlakçılarının sevməsinin əsas səbəbi bu məhsulların yüksək keyfiyyəti, əvəz olunmaz dadı və beynəlxalq standartlara uyğun istehsal edilməsidir. Şirkət hazırda bir-birindən fərqli dadı, yüksək keyfiyyəti ilə seçilən, yalnız Azərbaycan bazarının deyil, xarici ölkələrin də dondurma sevənləri tərəfindən böyük zövqlə yeyilən 100-dən çox məhsul çeşidi təqdim edir. Şirkətimizin hədəfi yüksək keyfiyyətli məhsullar istehsal edərək satış və ixrac həcmini artırmaqdır. Biz bilirik ki, bu ildə Iceland sevərlər şirkətimizin yeni məhsullarını səbirsizliklə gözləyirlər. Əminliklə deyə bilərik ki, bu il 2023-cü ildə Iceland ticarət nişanının yaranmasının 25 ili ilə əlaqədar olaraq şirkətimiz öz istehlakçılarını yeni dadı və keyfiyyəti ilə fərqlənən dondurma məhsulları ilə sevindirəcəkdir. Bugün şirkətin əsas hədəfi düzgün keyfiyyət və istehsal siyasətini davam etdirməkdir. Alıcıların etimadını daha da artırmaq və bazardakı mövqeyini gücləndirməkdir. Yeri gəlmişkən, şirkət üçün əlamətdar ildir. Şirkət Azərbaycan bazarında fəaliyyətə başlamamasının 25 illiyini qeyd edir. Bu münasibətlə Camal Ltd şirkətinin rəhbərliyini və kollektivini səmimi qəlbdən təbrik edirik və mükafatı qəbul etmək üçün şirkətin direktor müavini cənab Ehtiram Məmmədovu səhnəyə dəvət edirik. Axşamınız xeyir, bizi bu mükafata layiq etdiyiniz üçün Business Time jurnalının rəhbərini və bütün kollektivini öz şirkətimiz adına minnətdarlığımızı bildiririk və bu gözəl məclisdə mükafat alan bütün şirkətləri də təbrik edirik. Çox sağ olun, minnətdarıq. Mükafatlandırma mərasimimiz davam edir. Növbəti nominasiya ilin quşçuluq şirkəti nominasiyasıdır. Bu nominasiyada Səba Açıq Səhmdar Cəmiyyəti Azəri Business Award milli mükafatına layiq görülür. Səba, təbiətdən mətbəxə.
İndi isə mükafatı qəbul etmək üçün səhnəyə Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədri cənab Naib Abayev dəvət olunur. Axşamınız xeyir, hörmətli xanımlar və cənablar, əziz qonaqlar, hörmətli təşkilatçılar. İlk öncə onu bildirmək istəyirəm ki, bu nominasiya layiq gördüyümüzə görə hörmətli təşkilatçılara sonsuz minnətdarlığımızı bildiririk. Səba SC olaraq 20 ildən artıqdır ki, biz həm qida, həm də kənd təsərrüfatı sənayesində aparıcı mövqeyimizi qoruyub saxlamaqdayıq. Hal-hazırda da təqribən 25%-dən artıq toyuq əti istehsalçısı kimi bazar payına sahibik. Hal-hazırda biz əsaslandığımız təbiətdən mətbəx konsepsiyasına uyğun olaraq öz taxıl zəmlərimizdə əkdiyimiz, becərdiyimiz taxıl, yəni buğda, qarğıdalı və soya ilə yetişdirdiyimiz məhsulları sizin süfrənizə təqdim etməkdəyik. Təşəkkür edirəm. Növbəti nominasiya süd məhsulları və kərə yağı istehsalı sahəsində ilin şirkəti nominasiyası. Belasuvar Agro şirkəti bu nominasiya üzrə mükafatın laureatı elan olunur. Səba, təbiətdə mətbəxə. Alqışlarınızla mükafatı qəbul etmək üçün səhnəyə dəvət olunur. Şirkətin nümayəndəsi cənab Əli Mustafayev. Axşamınız xeyir, hamını salamlayıram, xüsusilə təşkilatçıları, minnətdaram təşkilatçılara. Biz neçə ildir təbii kərə yağı istehsal edirik və ümumiyyətlə Qafqazda yeganə zavoduq ki, quru süd istehsalçılıyıq. Və öz istehlakçılarımıza təbii kərə yağı Səba brendi adı ilə istehsal edib təqdim edirik. Hamınızı salamlayıram, təşəkkür edirəm, çox sağ olun. Hörmətli qonaqlar, xanımlar və cənablar, tədbirimizin partnyor şirkətlərini bir daha sizlərə təqdim etmək istəyirik. Faberlik və Avtolux. Əməkdaşlıq üçün biz sizlərə dərin təşəkkürümüzü bildiririk və bir alqışlar da partnyor şirkətlərimiz üçün gəlsin. Keçid alırıq növbəti nominasiyaya. Növbəti nominasiya ilin keyfiyyətli boya istehsalçısı. Bu nominasiya üzrə mükafat Fab Boya və Kimya Sənayesinin məhsulu olan Fab Boya brendinə təqdim olunur. Azərbaycanın inşaat sektorunun qabaqcıl şirkətlərindən biri olan Fab Boya və Kimya Sənayesi MMC 2001-ci ildən fəaliyyət göstərir. Şirkət fəaliyyətinə boya məhsulları istehsalı ilə başlayıb. Hazırda şirkətdə Fab Boyaları fabriki, Fab polimerlər, PVA əsaslı yapışdırıcılar, akrilik bağlayıcılar fabriki, Fabkim keramik yapışdırıcıları fabriki, Hilfan plastik məhsullar fabriki, bəyaz alçı, gips və alçı məhsulları fabriki, məhsulların keyfiyyətinə nəzarət edən və 6 laboratoriyanı özündə birləşdirən Fab Akademiyası fəaliyyət göstərir.
Fab Boya və Kimya Sənayesi MMC 2004-cü ildə ISO 9001-2000 beynəlxalq sertifikatına layiq görülüb. Fab məhsulları müasir texnika, müasir avadanlıqlarla təchiz olunmuş, fabriklərdə tam robotlaşdırılmış sistemlə istehsal edilir. Ən son və ən müasir standartlara cavab verən, keyfiyyətə nəzarət laboratoriyalarında bütün testlərdən keçən məhsullarımız 100% keyfiyyətin təminatıdır. Fab Boya şirkəti olaraq sizinlə bərabər olmaqdan və sizə xidmət etməkdən hər zaman qürur duyuruq. Bəli, dünyanı rəngarəng görmək də çox gözəldir, əziz dostlar. Odur ki, biz səhnəyə mükafatı qəbul etmək üçün Fab Şirkətlər Qrupunun Marketing Departamentinin rəhbəri cənab Rüstəm Məmmədovu dəvət edirik. Axşamınız xeyir olsun, hörmətli xanımlar və cənablar. Hər birinizi Fab Şirkətlər Qrupu adından salamlayıram. Bugün burada mükafata layiq görülən bütün şirkətləri təbrik edirəm, işlərində uğurlar arzu edirəm. Və bizi növbəti dəfə bu mükafata layiq gördüklərinə görə Business Time jurnalının rəhbərliyinə, əməkdaşlarına ayrıca təşəkkürümü bildirirəm. Və ən əsası bizi inşaat sektorunun liderlərindən birinə çevirən dəyərli əməkdaşlarımıza, tərəfdaşlarımıza və bizə etimad edib, bizə güvənən məhsul istifadəçilərimizə ayrıca təşəkkür edirəm. Və onu da qeyd edim ki, artıq Fab Boya şirkəti bu il 22-ci ilini qeyd edir, 22-ci yaşını qeyd edir və devizimiz həmişə belə olub ki, Fab boyaları sizinlə bərabər olmaqdan və sizə xidmət etməkdən hər zaman qürur duyur. Sağ olun, sağlıqla qalın. Mükafatlandırma mərasimimiz davam edir. Kiçik musiqi arasından sonra söz yenə də musiqidədir. Biz bir daha Eladə xanımı səhnəyə dəvət eləmək istəyirik. Different flavors. I wish that I could tell them all tonight. No, I got a dinner plans, so you should bring all your friends. I swear that you all my time.
Əziz dostlar, əziz qonaqlar, xanımlar və cənablar, davam edirik növbəti nominasiyaya ilin beton istehsalçısı. Mükafat bu nominasiya üzrə Kristal Beton şirkətinə təqdim olunur. Atalar güc birlikdədir deyər. Bu sözün fərqinə və dərinliyinə varmışam. Doğrudan da bir insanın şəxsi keyfiyyətləri olsa da, möhtəşəmlik yaratmaq üçün tək başına gücü yetməyə bilər. Bu təbiətin qanunudur. Hər şey bir-biri ilə vəhdət daşımalıdır. Ətrafında topladığın insanları ailəyə çevirməyi bacarsan, o zaman möhkəm bir bünövrə qurular. Mənim işim betondur. Maraqlısı odur ki, o da tək başına möhtəşəmlik yarada bilməyən elementlərdən yaranır. Güc birlikdədir deyə birləşir. Özünü dəyişərək sarsılmaz nəticəyə çevrilir. Bu elementlərdən biri yerində olmasa, məqsədinə getdiyi yoldakı uğur görünməzliyə qərq olar. Etibarlılıq itər, birlik pozular. $20 ildir ki, beton istehsalında keyfiyyət və dürüstlüyə önəm verdik. Birliyimizi qoruduq, ailə kimi birləşdik. Azərbaycana faydalı olmaq üçün. Kristal Beton, 20 yaşın mübarək. Mükafatı qəbul etmək üçün səhnəyə dəvət olunur. Kristal Beton Qapalı Səhmdar Cəmiyyətinin direktoru cənab Rəsul Rəsulov. Hörmətli qonaqlar, əziz dostlar, bu yüksək mükafatın verilməsinə və bununla da bizə ehtiram göstərdiyinizə görə Kristal Beton ailəsi adından və öz adımdan sizə öz dərin təşəkkürümü bildirirəm. Hörmətli dostlar, Azərbaycanın ən böyük beton istehsalı şəbəkəsinə malik olan özəl qurumlardan biri kimi fəaliyyət göstərən Kristal Beton ötən il özünün uğurlu fəaliyyətinin 20 illiyini qeyd elədi. Kristal Betonun yaranması, inkişafı, uğurlu fəaliyyəti Ulu Öndər Heydər Əliyev tərəfindən ölkəmizdə iqtisadiyyatın və sahibkarlığın inkişafı sahəsində aparılan məqsədyönlü işlərin sayəsində mümkün olmuş və o dövrdə Respublikamızda geniş vüsət alan iri miqyaslı tikinti, quruculuq və abadlıq işlərinin məntiqi nəticəsidir. Şirkətimizin əsas fəaliyyəti beton istehsalını və satışını həyata keçirməkdən ibarətdir. Hazırda Kristal Beton brendi altında Binəqədi qəsəbəsində, Keşlə qəsəbəsində, Xırdalan şəhərində və Qobu qəsəbəsində 4 zavodumuz beton istehsalı həyata keçirir. Yüzlərlə əməkdaşın çalışdığı Kristal Beton şirkətində kadr potensialının artırılması və işçilərin peşəkar bacarıqlarının inkişaf etdirilməsi əsas aparıcı istiqamətlərdəndir. Şirkətimizin əsas vəzifəsi beton istehsalında qabaqcıl texnologiyaların həlli yollarında daha geniş tətbiqinə nail olmaq və ortaya qoyduğumuz keyfiyyət standartlarını qorumaqla səmərəli nəticələr əldə etməkdən ibarətdir. Müştəri məmnuniyyətini bir qayda olaraq əsas tutaraq, verilən sifarişlərin dəqiq və zamanında icrasına nail olmaq, etibarlı, möhkəm, tikinti materialı sayılan beton istehsalında üstün standartların tətbiqini genişləndirmək Kristal Beton şirkətinin başlıca hədəfidir. İnanırıq ki, ötən müddətdə qazandığı zəngin təcrübəyə arxalanan şirkətimiz qarşıdakı illərdə daha böyük inşaat layihələrinə öz töhfəsini verəcəkdir. Bir daha verdiyiniz dəstəyə görə sizə öz təşəkkürümü bildirirəm. Və hörmətli qonaqlar, əziz xanımlar və cənablar, tədbir iştirakçıları, mən bu məmnuniyyətlə informasiya dəstəyinə görə Marja Rockefeller
Azertac ve Urban.az'a dərin təşəkkürümü bildirirəm. Sizin alqışlarınızla onlar bu tədbiri yüksək səviyyədə işıqlandıracaqlar. Və hörmətli qonaqlar, növbəti nominasiyamız tibb və reabilitasiya sahəsində əldə etdiyi yüksək nəticələrə görə Azəri Business Award Milli Mükafatının 2022-ci ilin yekunları üzrə bu nominasiyada qalibi Milli İdman Tibbi və Reabilitasiya İnstitutu elan olunur. Milli İdman Tibb və Reabilitasiya İnstitutu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində yaradılmış analoqu olmayan diaqnostika, bərpa və reabilitasiya mərkəzidir. Mitri idmançılara, uşaqlara, yaşlılara, bir sözlə sağlamlığını qorumaq istəyən hər kəsə müalicə və reabilitasiya dəstəyi üçün xidmət göstərir. Mitridə professional idmançıların yarışlara fiziki hazırlığı və travmalardan sonra tez bir zamanda reabilitasiyası üçün ən qabaqcıl və müasir diaqnostika avadanlıqlarının olması ilə yanaşı, dayaq hərəkət aparatının zədələnməsi, sinir sistemi, ürək-damar sistemi, həzm orqanlarının xəstəlikləri olan idmançıların yüksək texnologiyalı tibbi reabilitasiyasına imkan verən çox funksiyalı avadanlıqlar mövcuddur. Eləcə də Mitridə NASA-nın innovativ, qabaqcıl texnologiyalarına əsaslanan bir çox tibbi cihazlar istifadə olunur. Onu da qeyd edək ki, Mitri idmançılarımızla yanaşı vətən müharibəsi dövründə qazilərimizin istər psixoloji, istərsə də fiziki reabilitasiyasında çox böyük töhfələr verib və bundan sonra da yüksək səviyyədə xidmət göstərməyə hazırdır. Mükafatı qəbul etmək üçün səhnəyə İnstitutun İdarə Heyətinin sədri xanım Səbinə Xəlilova dəvət olunur. Axşamınız xeyir xanımlar və cənablar. Hər birinizi salamlayıram. Mükafata layiq gördüyünüz üçün təşəkkür bildirirəm sizə və zalda iştirak edən hər bir şirkətə mükafatı almaqlarına görə təbrik eləyirəm. Çox sağ olun. Növbəti nominasiyamız keyfiyyətli tərəfdaş nominasiyasıdır. Mükafat bu nominasiya üzrə voltaj elektrik quraşdırma və təmir tikinti MMC-yə təqdim olunur. Voltaj elektrik quraşdırma və təmir tikinti MMC 2016-cı ildə yaradılıb. Fəaliyyəti dövründə elektrik quraşdırma və təmir tikinti sahəsində bir çox uğurlu layihələrə imza atıb. Əsas fəaliyyət sahəsi elektrik təchizatı, transformatorların, elektrik panellərin quraşdırılması, sazlama işləri, elektrik dirəkləri və işıqlandırma sistemləri, elektrik kabrikatlərinin təchizatıdır. Ən müasir avadanlıq və alətlərlə təchiz edilmiş Polad Konstruksiya Zavodu parkının, küçələrin, xiyabanların, bəndlərin, yanacaq doldurma məntəqələrinin, yolların abadlaşdırılması üçün müxtəlif çeşidli işıqlandırma dirəkləri istehsal edir. Şirkət eyni zamanda dövlət və özəl sektorda fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edərək işğaldan azad olunmuş rayonlarda abadlaşdırma və geniş şəhərsalma layihələrində uğurla iştirak edir. Qoy daima Azərbaycanımızın yolu həmişə işıqlı olsun. Mükafatı qəbul etmək üçün şirkətin direktoru cənab Müşfiq Hüseynovu səhnəyə dəvət etmək istəyirəm. Axşamınız xeyir olsun xanımlar və cənablar. Mən bu mükafatı 160 nəfərlik kollektivimiz adına alıram. Bugün mən burada bu səhnədən bu məclisi təşkil edən təşkilatçılara öz minnətdarlığımı bildirirəm. Yolunuz işıqlı olsun. Sağ olun. Çox sağ olun. Və hörmətli xanımlar və cənablar, növbəti nominasiyamıza keçid alaq. İlin
Logistika şirketi. Buna münasada Azeri Business Award milli mükafatı 2022 ilin yekunları üzere Elvi Logistika şirketine təqdim olunur. Sahneye mükafatı kabul etmek için davet olunur. Elvi Kaspian Limited şirketinin regional direktörü Cenab Fuat Mehmedov. Axşamınız xeyir xanımlar və cənablar. İlk öncə təşkilatçılara öz minnətdarlığımı bildirmək istəyirəm bizim şirkəti bu mükafata layiq gördükləri üçün. Əslində biraz gec qalmışıq belə mükafatlar üçün. Çünki şirkətimiz Azərbaycan bazarında 8 il fəaliyyət göstərməsinə baxmayaraq artıq bir neçə ildir ki lider mövqeyini qoruyub saxlayır və Azərbaycan bazarında qabaqcıl təcrübə və texnologiyaları tətbiq eləyir nəqliyyat və logistika sektorunda. Hər bir şirkətin uğuru arxasında müəyyən resurslar, müəyyən komponentlər dayanır. Bu resurslardan ən əsaslarından biri insan resurslarıdır. Ona görə bu uğur bizim insanların uğurudur, bizim əməkdaşların uğurudur və mən fürsətdən istifadə edib buradan bizim komandaya öz təşəkkürümü bildirirəm və həmçinin təşkilatçılara təşəkkürümü bildirirəm. Hamınıza uğurlar arzulayıram. Çox sağ olun. Ve əziz qonaqlar, mükafatlandırma mərasimimiz bir mahnıdan sonra devam edəcək. Mən böyük məmnuniyyətlə istərdim ki bir balaca ara verək, gözəl musiqi və mahnılarımızı dinləyək, siz də istirahət edin və böyük məmnuniyyətlə mən səhnəyə Ceyhun Ares'i dəvət eləmək istəyirəm. Növbəti bir mahnıdan sonra isə biz yenə də bir araya gələcəyik. Akşamınız xeyir olsun. Gece yenə dərtliyəm Dəvət etsəm səni şərikli günaha Necə alım səni yanıma İnan heç bilmirəm Dağıl ey dünya Kədər qalx oyna Mən bu gecə yenə dərtliyəm Dəvət etsəm səni şərikli günaha Necə alım səni yanıma İnan heç bilmirəm Öpmək istərəm səni bir nəfəsdə Bağırıram quş misali qəfəsdə Əgər olub yarım ayar yarım şərab olub özgə ürəkdə Öpmək istərəm səni bir nəfəsdə Bağırıram quş misali qəfəsdə Əgər olub yarım ayar yarım şərab olub özgə ürəkdə
keder qalx oyna. Mən bu gecə yenə dərdliyəm. Dəvət etsəm səni şərikli günaha, necə alım səni yanıma, inan heç bilmirəm. Dağıl ey dünya, kədər qalx oyna. Mən bu gecə yenə dərdliyəm. Dəvət etsəm səni şərikli günaha, necə alım səni yanıma, inan heç bilmirəm. Öpmək istərəm səni bir nəfəsdə, bağırıram quş misali qəfəsdə. Əgər olub yarım ayar, yarım şərab olub özgə ürəkdə. Öpmək istərəm səni bir nəfəsdə, bağırıram quş misali qəfəsdə. Əgər olub yarım ayar, yarım şərab olub özgə ürəkdə. Teşekkürler. Hörmətli qonaqlar, xanımlar və cənablar, növbəti nominasiyalarımıza keçid alırıq. Növbəti nominasiya ilin parfümeri. Bu nominasiya üzrə mükafata İdə parfüm layiq görülür. İdə, biz sizə unudulmazlıq vəd edirik. Mükafatı qəbul etmək üçün səhnəyə şirkətin marketinq departamentinin direktoru xanım Günel Adıyeva dəvət olunur. Axşamınız xeyir olsun dəyərli xanımlar və cənablar. Bugün mən burada əyləşən, iştirak edən bütün nominantları, bütün şirkətləri səmimi qəlbdən İdə Parfüm şirkəti adından təbrik edirəm. Hər birinizə daim uğurlar arzulayıram. Və bugün bizə bu nominasiyanı, bu mükafatı layiq gördüyünə görə şirkətin təsisçi direktoruna və bütün kollektivinə dərin təşəkkürümüzü bildiririk. Və sonda isə dəyərli xanımlar və bəylər, mən sizlərin hər birinizə özəl və gözəl qoxunuzla yaddaşlarda həkk olmağınızı arzu edirəm. Çox sağ olun, minnətdaram. Növbəti nominasiyamızda keçid almaq istərdim. Hamı tərəfindən sevilən, məşhur Bay Cafe City kafe və restoranlar şəbəkəsinin keçdiyi yoldan sizə söz açmaq istəyirəm. Bu il Cafe City'nin 14 yaşı tamam olur. Qeyd etmək istəyirəm ki, bu komandanın özü tərəfindən yaradılan və ildən ilə xidmət keyfiyyətini artıran və iaşə bazarında tələbat və tendensiya ilə ayaqlaşa bilən ilk milli brenddir. Bugün Bay Cafe City özündə Cafe City'nin 4 əsas filialını, bu yaxınlarda açılmış Cafe City Bistro'nu, milli xörəkləri ilə ad qazanmış Le Guzu restoranını, şəhərə möhtəşəm mənzərəsi olan City Park restoranını və City Pub pivə restoranını birləşdirir. Böyük fəxarət hissi qeyd eləmək istəyirəm ki,
məhz bu şəbəkə müştərinin seçimi nominasiyasına layiq görülüb. Bir məmnuniyyətlə səhnəyə Bay Kafesisi ailəsinin baş direktoru, hamımız tərəfindən tanınan, sevilən yeməklərin idea müəllifi və yaradıcısı Emil Əliyevi dəvət etmək istəyirəm. Alqışlarınızla Emil bəy, buyurun. Axşamınız xeyir, xanımlar və cənablar. İlk növbədə hamımızı salamlamaq istəyirəm. Ümid edirəm ki, hər biriniz bir dəfə olsa belə bizim qonağımız olmusunuz. Sizin bizə 14 il ərzində verdiyiniz töhfə, bizə inamınız bizi bu müştəri seçimi nominasiyasında qalibi seçdik. Buna görə sizə dərin təşəkkürümü bildirirəm. Bu nominasiya Bay Kafesisi ailəsi üçün böyük əhəmiyyət kəsb edir. Bildiyiniz kimi hər bir uğurlu işin arxasında mükəmməl komanda və böyük zəhmət, əziyyət var. Biz də güman edirik ki, biz bu ağır yükün, ağır işin öhdəsindən gəlmişik. Çünki biz öz işimizi sevirik. Çox sağ olun. Azərabord şirkətinə də təşəkkürümü bildirirəm. Çox sağ olun. Növbəti nominasiya ilin mətbəəsi nominasiyasıdır. Bu nominasiyada mükafata Aspirint layiq görülür. Azərbaycan bazarında 18 illik uğurlu fəaliyyəti ilə Aspirint şirkəti çoxları üçün örnək sayıla bilər. Şirkət qısa zaman kəsiyində işini müasir standartlara uyğun təşkil edərək müştərilərinə yüksək səviyyəli məhsullar təqdim edə bilir. Azərbaycan bazarında layiqli yerini tutmağa nail olan Aspirintin fəaliyyəti bütün növ çap məhsullarının hazırlanması, iç şöy reklamları, promosyon, tekstil üzərində çap, brending, dizayn kimi xidmət və istehsal sektoruna əhatə edir. Şirkət yarandığı ilk gündən bütün işlərini yüksək peşəkarlıqla, vicdanla icra edilməsinə xüsusi diqqət yetirir. Əsas məqsədi isə xidmət keyfiyyətinin yüksək saxlanması və yeni innovativ təşəbbüsləri təqdim edən qabaqcıl müəssisələrdən biri olmaqdır. İstehsal sahəsini genişləndirmək, bazara yeni məhsullar çıxarmaq, müştəri məmnunluğunu daha da artırmaq Aspirintin əsas hədəfləri sırasındadır. Hazırda şirkətin əsas hədəfi isə ölkənin ən böyük kağız idxalçısı olmaq, çap, promosyon sektoru üzrə ən böyük mətbəə olmaq, xidmətlərini ölkədən kənara idxal etməkdir. Səhnəyə mükafatı qəbul etmək üçün dəvət olunur. Şirkətin təsisçisi xanım Seydə Qasımova. Axşamınız xeyir, xanımlar və bəylər. Bugünkü mükafatı təqdim etdiyinizə görə Business Time jurnalının təsisçisi, əməkdaşlarına təşəkkürümü bildirirəm. Və bununla yanaşı 18 illik fəaliyyətimizdə mənə dəstək olan, mənim yanımda olan komandamıza təşəkkürümü bildirirəm. Bu il ilin mətbəəsi olaraq buradayıq. Ümid edirəm növbəti dəfə Azərbaycanın ən böyük mətbəəsi, ən böyük
çap şirkəti olaraq iştirak edəcəyik. Minnətdaram hamınıza. Növbəti nominasiya sərnişin və yük lift avadanlıqlarının satışı, quraşdırılması və servisi sahəsinin lideri nominasiyasıdır. Baku Otis Lift bu nominasiyada Azeri Business Award mükafatının laureatı elan olunur. Bakı Otis Lift şirkəti 2004-cü ildən Azərbaycanda fəaliyyət göstərir və Sigma liftlərinin rəsmi distributorudur. Böyük işçi qüvvəsinə malik olan şirkət Azərbaycan bazarında aparıcı mövqeyə sahibdir. Bakı Otis Lift ümumilikdə indiyədək 10 minə yaxın lift və eskalator quraşdırıb. Şirkət sərnişin liftlərindən başqa yük, qaraj, hətta ev liftləri də quraşdırır. Yük liftləri 5 ton yükü qaldırma qabiliyyətinə malikdir. Şirkət tərəfindən şəxsi yaşayış evlərinə 1-2 nəfərlik ev liftləri də quraşdırılır. Məhsulların keyfiyyətinə 18 ay zəmanət verilir. Məhsullara texniki dəstəyin göstərilməsi fərdi müddətlərlə olur. Şirkət quraşdırmanın daha asan və təhlükəsiz olmasına çalışır. Lift və eskalatorların quraşdırılması peşəkar kadrlara həvalə edilir. Sifarişçi lifti aldıqdan sonra şirkət onun istismarının normal vəziyyətdə olmasına, vaxtı-vaxtında texniki xidmətin göstərilməsinə cavabdehlik daşıyır. Sifarişlərin qısa zaman ərzində keyfiyyətlə yerinə yetirilməsi də müştəri məmnunluğunu təmin edən səbəblərdəndir. Mükafatı qəbul etmək üçün səhnəyə dəvət olunur. Şirkətin müdür müavini cənab Fariz Nadirov. Axşamınız xeyir olsun xanımlar və cənablar. Bakı Otis Lift şirkəti adından bu gözəl məkana dəvət etdiyiniz üçün, hədiyyə ilə mükafatlandırdığınız üçün Business Time şirkətini təbrik edirəm. Çox sağ olsun. Burada əyləşən şirkət rəhbərlərini, işlərində səbirli olmağını, işlərinin uğurlu olmasını arzulayıram. Çox sağ olun. Və sırada isə bir musiqi nömrəsindən sonra biz yenə də nominasiyalarımızı davam edəcəyik. Buyurun, qulaq asaq, dinləyək, istirahət edək. Yaxın olub uzaq oldu. Yox, elə olur, amma belə də olur. Keçmişi saxlama, kökləri saxta, kədərini daha dərin uzaq olur. Uzaq olur, ona maraq olmur. Sona gətirir özünü, seçir özü o yolu. Səni o yorur, gözü doymur. İtirir özünü, mənası buymuş. Həyata soymuş kimi axtarır özünü. Amma bağlayıb gözünü, özü heç nəyi gizlətmir. Daha ağırlı sözlərdir. Mənə görə boş, hər şey çox. Daha qorxum yox. Yaşandı hər günü paranormal, paranormal. Hayatın her günü paranormal, paranormal. Yaşandı her günü paranormal, paranormal. Bu hayatın her günü paranormal, paranormal. Kısa oldu, gülləri açır ama elə belə də solur. Axını gətirir, hissləri bitirir. Axırı dəli olur, gözünü yumur. Ucaq olur, ona bıçaq olur. Dumanlı yolların görünür sonu. Səni o boğur, səbəbin odur.
getirir özüne derin kuyuymuş. Karanlık bir tuş kimi aktarır özünü, ama bağlayıp gözünü. Özü hiç neyi gizletmir, daha ağırlı sözlerdir. Mənə görə boş, her şey çok, daha qorxum yox. Yaşandı her günü paranormal, paranormal. Bu hayatın her günü paranormal, paranormal. Yaşandı her günü paranormal, paranormal. Bu hayatın her günü paranormal, paranormal. Növbəti nominasiyamız İlin İnformasiya Agentliyi. Azərtac Dövlət İnformasiya Agentliyi bu nominasiyada Azeri Business Award Milli Mükafatının 2022-ci il üzrə qalibi elan olunur. Azərbaycanın ilk xəbər agentliyi 103 yaşlı Azərtac. 103 il əvvəl dəqiq və tərəfsiz xəbərin axtarışı ilə yola çıxdıq. Kısa zamanda çekiliş grubumuz hadise yerinde olacak. Rəsmi və siyasi xəbərin ünvanı Azərtac. 103 ildir dəqiq və etibarlı xəbərin keşiyindəyik. Azərbaycan həqiqətlərini Azərtacdan oxuyun. Bugünsə sərhəd tanımayan xəbərlərimizlə biz dünyanın hər yerindəyik. El Departamento de la Lengua Española. 8 dildə yazılı, 5 dildə isə video xəbərlərlə. English Department of Azerbaijan State News Agency. وكالة أزرتاج. Agence de presse nationale d'Azerbaïdjan. Prezident Azerbaycanской Respubliki. Azərtacı seçin. Həqiqətləri bizdən öyrənin. Mükafatı qəbul etmək üçün səhnəyə Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədr müavini xanım Sevinç Abdullayeva dəvət olunur. Akşamınız xeyir. Bu güzel mükafat için ben bütün Azərtacın kollektivi adına teşekkür ederim. Sizin de gördüğünüz gibi Azərtacın Mart'ın 1'inde 103 yaşlı tamam olmuştu. Bu o demekti ki Azərtac dünyanın en kocaman haber hizmetlerinden biridir. Ben inanırım ki bu mükafat bize daha yaxşı işlemek için ve ülkenin biznes hayatını daha dolgun ışıklandırmak için yeni bir stimul olacak. Çok sağ olun. Hamınıza uğurlar arzuluyorum. Çok sağ olun. Və əziz qonaqlar, növbəti nominasiya İlin Kabel Televiziyası Operatoru nominasiyasıdır. Azeri Business Award Milli Mükafatı bu nominasiya üzrə KTV1 Kabel Televiziya Operatoruna təqdim olunur. KTV1 kabel televiziyası. Ailəvi istirahətin ən rahat yolu. Ən çox izlənilən seriallar, sevilən filmlər, populyar kliplər, son xəbərlər, maraqlı idman proqramları, maarifləndirici və əyləncəli verilişlər. Dünyanın seçilmiş telekanalları, 24 saat texniki xidmət, rahat ödəmə üsulları, yüksək keyfiyyətli görüntü və səs. Mükafatı qəbul etmək üçün şirkətin baş direktoru müavini cənab Pərviz
Qədimov dəvət olunur. Öncədən hamını salamlayıram. Bizim şirkətimiz 18 ildir artıq telekommunikasiya xidmətini göstərir və öz müştərilərinə hər zaman ən yüksək xidməti göstərməkdədir. Və biz hər zaman çalışmışıq ki, bu xidmət yüksək səviyyədə olsun. Bugünkü gündə artıq 20-dən artıq bizim xidmət mərkəzimiz fəaliyyətdədir. Əhatə dairəmiz genişlənməkdədir və yeni texnologiyaların tətbiqini biz hər zaman ilkin tutaraq onları tətbiq edirik və müştərilərimizə təqdim edirik. İnşallah gələcəkdə də biz yeni texnologiyalarına, yeni xidmətlərimizlə müştərilərimizi sevindirəcəyik. Artıq bir çox layihələri hal-hazırda hazırlanır və bu həyət evlərinin də qoşulması və yeni texnologiyalarla TV xidmətinin verilməsi bizdə plandadır və inşallah yaxın gələcəkdə də bunu təqdim edəcəyik. Çox sağ olun, hamına yüksək nailiyyətlər arzu edirəm və ayrıcılıqda təşkilatçılara öz minnətdarımızı və təşəkkürümüzü bildiririk. Çox sağ olun, bu bizim üçün bir stimuldur. Çox sağ olun, sağ olun. Söz yenə də musiqidədir. Yenə də gözəl musiqi sədaları altında biz istirahətimizi davam edirik. Havasına, suyuna, taşına, toprağına bin can feda bir tek dostuma. Her köşesi cennetim, ezilir yanar içim. Bir başkadır benim memleketim. Lay 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 lay. La la lay lay la la lay la. La la lay 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 lay. Anadolu bir yanda, yiğit yaşar koynunda. Aşıklar destan yazar dağlarda. Kuzusuna, kurduna, Yunusuna, Emrah'a. Bütün alem kurban benim yurduma. Lay 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 lay. La la lay lay la la lay la. La la lay 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 lay. Mecnun'a, Leyla'sına erişilmez sırrına. Sen dost ararken koş Mevlana'ya. Yeniden doğdum dersin, derya olur gidersin. Bir başkadır benim memleketim. Lay 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 lay. La la lay lay la la lay la. La la lay 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 lay. Gözü pek yanık bağrı, türkü söyler çobanı. Zengin fakir hepsi de sevdalı. Ben gönlümü eğlerim, gerisi Allah kerim. Bir başkadır benim memleketim. Lay 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 lay. La la lay lay la la lay la. La la lay 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 lay. Bir başkadır benim memleketim. Mahnı güclü Türkiyə üçün səsləndirildi. Bir ay keçdi fəlakətin üzərindən və dərin hüzünlə rəhmətə gedənləri anırıq.
olardın sevgili. Dünya malından uzak biz iki deli. Sen beni anlat, ben de seni. Sarılıp birbirimize unudak dertleri. Ya şimdi yanımda olardın sevgili. Dünya malından uzak biz iki deli. Sen beni anlat, ben de seni. Sarılıp birbirimize unudak dertleri. Yokluğunda yanıma düşer kollarım. Bağlanar hara gitsem de yollarım. Gedişinle donmuş sol yanım. Başa bela olur ürək ağrılarım. Yokluğunda yanıma düşer kollarım. Bağlanar hara gitsem de yollarım. Gedişinle donmuş sol yanım. Başa bela olur ürək ağrılarım. Şimdi yanımda olardın sevgili. Dünya malından uzak biz iki deli. Sen beni anlat, ben de seni. Sarılıp birbirimize unudak dertleri. Ya şimdi yanımda olardın sevgili. Dünya malından uzak biz iki deli. Sen beni anlat, ben de seni. Sarılıp birbirimize unudak dertleri. Yokluğunda yanıma düşer kollarım. Bağlanar hara gitsem de yollarım. Gedişinle donmuş sol yanım. Başa bela olup ürək ağrılarım. Yokluğunda yanıma düşer kollarım. Bağlanar hara gitsem de yollarım. Gedişinle donmuş sol yanım. Başa bela olur ürək ağrılarım. Yoldaş olub süfrəmə təsəlli. Qova bilmirəm süfrəmlə qəmi. Buraq inadı qəlbəri çox oldu. Sənsizlikdən bezəli. Yoxluğunda yanıma düşər qollarım. 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 Bağlanar hara getsəm də yollarım. Gedişinlə donmuş sol yanım. Başa bela olur ürək ağrılarım. Teşekkürler. Ve bununla da Azeri Business Award Milli Mükafatının 2022 ilin yekunları üzrə qaliblərə təqdimat mərasimi başa çatdı. Qalibləri bir daha təbrik edir və ölkəmizin iqtisadi qüdrətinin daha da güclənməsi naminə fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq. Uğurlarınız bol olsun. Sağ olun, gələn görüşlərə qədər. Təqdimat mərasimində sizləri səmimi qəlbdən salamlayırıq. Bu 5-ci nəsil Grand Cherokee-dir. Cənab səfiri səhnəyə dəvət edirik. Buyurun. Akşamınız hayır, hürmetli hanımlar ve canaplar. Hepinize hoş geldiniz. Yaşasın Azerbaycan, yaşasın Gürcistan. Çok sağ ol. Teşekkür ederim her birinize. Çok sağ olun.
yoxdur. Hamınızı salamlayıram, təşəkkür edirəm, çox sağ olun. Rüstəm Məmmədovu dəvət edirik. Təbrik eləyirəm. Çox sağ olun. Xanım Seydə Qasımova. Çox sağ olun. Bu bizim üçün bir stimuldur. Gelen görüşlere gider.